Azərbaycan nomenklaturasını hörümçək toruna da bənzədə bilərsiniz, xərçəng şəbəkəsinə də. Hər dəfə bunların hansısa haqqında danışanda məlum olur ki, bir-biri ilə ailə, qohumluq münasibətləri bağlanmış müthiş bir şəbəkənin içinə düşmüsən. Hələ bir-iki gün sonra Zeynal Nağdəliyev haqqında danışacağım və başınız dumanlanacaq. Amma indi bir qədər daha körpə hörümçək toru haqqında. Bir neçə həftə öncə Azərbaycan Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilovun vəzifəsindən qovulması barədə xəbər əldə etmişdim. Sadəcə xəbərin rəsmi qaydada təsdiq olunmasını gözlədim ki, bəzi məqamları sonradan aça bilim. Dünən hakimiyyət mediasında onun işdən qovulub qovulmaması barədə xəbər getdikdən sonra özü rəsmi qaydada məlumatları təsdiq etdi. Mənə ən çox şikayət daxil olan qurumlardan biri də Gənclər Fondu olduğu üçün oradakı rəhbərliyin kim olması, hansı əməlinə görə işdən qovulması və başqa detallar hər zaman diqqətimdə olub. Əldə etdiyim məlumatlara görə Qədir Xəlilov əvvəllər Energetika Nazirliyində Beynəlxalq Əlaqələr şöbəsində çalışıb və orada beynəlxalq tədbirlərin iştirakçılarına alınan hədiyyələrin uğurlanmasına, bəzilərinin isə qiymətlərinin şişirdilərək büdcədən əlavə vəsaitlər mənimsənilməsinə görə qovulub. Daha sonra isə Ədliyyə Nazirliyində fəaliyyətə başlayıb, orada da nəzər kəsdiyi üçün Nazir Fikrət Məmmədovun əmri ilə işdən qovulub. Qədir Xəlilovun sonraki dayanacağı Korrupsiyalaşmış Gənclər Fondu olub. Bura gəlişi isə təsadüfi alınmayıb. Gənclər Fondu Prezident Administrasiyasının Gənclər Siyasəti şöbəsinin müdürü Yusif Məmmədəliyevin kurasiyasında olan bir qurumdur. Yusufun müavini kimi özünü təqdim edən Həmid Nəsibov adlı şəxs dostluq münasibətində olduğu Qədir Xəlilovu Gənclər Fonduna icraçı direktor müavini vəzifəsinə gətirib, həmin vaxt isə Gənclər Fonduna sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olmuş, korrupsiya adı ilə işdən qovulmuş Füzuli Ələkbərovun bacısı oğlu Fərid Cəfərov rəhbərlik edirdi. Bu, həmin Fəriddir ki, 23 yanvar 2013-cü ildə İsmayıllıda baş verən kütləvi ixtişaşların yaranmasının hərəkət vericisi və ilham vericisi olmuşdu. Nəticədə dayısı Nazim Ələkbərov İsmayıllı rayon icra hakimiyyəti başçısı vəzifəsindən, bir müddət sonra isə o biri dayısı Füzuli Ələkbərov nazir postundan uzaqlaşdırılmışdı. Hazırda həmin qardaşlar Improtex şirkətinin rəhbərləri kimi ölkəyə BMW avtomobillərini gətirib satırlar. Əslində o dövrdə mətbuata belə verilmişdi ki, İsmayıllı hadisələri güya oradakı Çıraq otelinin inzibatçısı Emil Şəmdinov və onun tanışı Elməddin Məmmədov yerli sakinləri təhqir etdiyi üçün başlayıb. Sonra insident böyüyərək Çıraq otelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi aksiyaya çevrilmişdi. Reallıqda isə hadisə tamamilə başqa cür cərəyan edirdi. Belə hadisələr bir gündə baş vermir. Füzuli Ələkbərovun oğlu Vüqar, Cüdo Federasiyasının İsmayıllı şöbəsinin sponsoruydu. O, Cüdo tədbiri adı altında tez-tez BBC oğlu Fərid Cəfərovla birlikdə Çıraq otelinə xanımları dəvət edir, orada şənliklər təşkil edirlərmiş. Yaxınlıqdakı sakinlər bundan hər dəfə hiddətlənir, şikayətlərinə baxan olmurdu. 23 yanvar tarixində Fərid Cəfərov həmin otelin qarşısında avtomobili kənd sakinlərinin üzərinə sürərək onları təhqir edib. Daha sonra otelin inzibatçıları da bayıra çıxaraq vətəndaşları söyməyə başlamışdılar. Bundan sonra hadisələr siz bildiyiniz qaydada cərəyan edib, sakinlər Fəridin avtomobilini və oteli yandırmışdılar. Sonra isə icra başçısının istifasını tələb edərək küçələrə axışmışdılar. Baxın, həmin Fərid Cəfərov sonraki dövrlərdə Heydər Əliyev mərkəzində işə başlayıb. Bura gəlişi isə dayısı Füzuli Ələkbərovla Heydər Əliyev mərkəzinin direktoru Anar Ələkbərovun atası Sahib Ələkbərovun dostluq əlaqələri ilə bağlıdır. Həm də bir-iki dənə BMW avtomobilinin fonda hədiyyə edilməsi məsələni daha da gücləndirib. Xatırladım ki, Füzuli Ələkbərovla Sahib Ələkbərov bir zamanlar Lenin adına Komsomol Gənclər İttifaqında mərkəzi komitəsində çalışıblar. Fərid Cəfərov 2018-ci ildə İlham Əliyev tərəfindən Gənclər Fonduna icraçı direktor təyin edilir. Diqqət edin, gənclərə mənəvi dəyərləri aşılayan, doğru yol göstərən bir qurumun rəhbəri kimi onu təyin edirlər. Səbirli olun,
ən dəhşətli xəbər hələ var. Həmin Fərid Cəfərovu 2023-cü ildə Anar Ələkbərovun tapşırığı ilə Mədəniyyət Nazirinin müavini təyin edirlər. Mədəniyyət Nazirliyi və məlum İsmayıllı hadisələri gerçəkdən də dəhşətli deyilmi? Fərid Cəfərov nazir müavini təyin edildikdən sonra onun Gənclər Fondundakı direktor postunu əvəz edən şəxs dünən vəzifədən qovulan Qədir Xəlilov olub. Açığı Fərid Cəfərovun kimliyi və onun fondun icraçı direktoru təyin edilməsi məsələsini təsadüfi danışmadım. Çünki istər Fərid Cəfərovun, istərsə də Qədir Xəlilovun dövründə Gənclər Fondu əsl korrupsiya yuvasına çevrilibmiş. Əldə etdiyim məlumatlara əsasən Gənclər Fondu əvvəlki dövrlərdə fəaliyyət göstərmiş bir çox gənclər təşkilatını 5.000 manat müqabilində satın alaraq onların adlarını dəyişdirmiş və etibar etdikləri şəxsləri oraya sədr təyin edərək korrupsiya layihələrinə start veriblər. Bu işi araşdıran maliyyə qurumları istəsələr yoxlama aparıb dediklərimi sübuta da yetirə bilərlər. Amma inanmıram buna kiminsə cəsarəti tapa. O bir şəbəkədir. Fərid Cəfərov və sonra da Qədir Xəlilov bütün maliyyə əməliyyatlarını Mehriban Əliyevanın köməkçisi, eyni zamanda Prezident Administrasiyasının Gənclər Siyasəti şöbəsinin müdürü Yusuf Məmmədəliyevlə birgə bölüblər. Hətta Yusuf Məmmədəliyevə məxsus Cavan Hərəkatı hər il Gənclər Fondundan heç bir iş görmədən 2 milyondan çox qrant alırlar. Eləcə də Fərid Cəfərova məxsus gənclərin maarifləndirilməsinə dəstək ictimai birliyinə 800.000 manat qrant ayrılır. Bu vəsaitlərin hesabatı cəmiyyətə açıqlanmır. Onun əvəzində digər sıravi gənclər təşkilatlarına ayrılan 8-9 min manatlıq qrantların siyahısını elan edirlər və iş görüntüsü yaradırlar. Əgər maraqlı olarsa, Yusuf Məmmədəliyevin və Fərid Cəfərovun rəhbərliyi ilə satın alınmış gənclər təşkilatlarının adlarını və əvvəlki sədrlərini də növbəti söhbətlərdə açıqlayaram. Bəs Qədir Xəlilov neynədi ki, Gənclər Fondundan qovuldu? Qədir baxıb ki, hər il Gənclər Fondundan Yusuf Məmmədəliyevə məxsus şirkətlərə heç bir tender keçirilmədən bir neçə milyon pul ödənilir. Üstəlik həm Yusufun, həm də Fərid Cəfərovun gənclər təşkilatlarına dəyəri milyonlarla olan qrantlar ayrılır. O da bu vəsaitlərin hava axınına düşərək iştahlanıb ki, bir neçə 100 minə sahib olsun. Belə də edib. Dostu və Yusuf Məmmədəliyevin müavini sayılan Həmid Nəsibovla birgə müxtəlif tender vəsaitlərindən qənaət etməyə başlayıblar. Həm də icazəsiz fondun daxilində bəzi kurs müəllimlərinə pullu icarə xidməti göstərib fondun digər xərclərini şişirdərək rəhbərliyə yalan məlumatlar veriblər. Fondun şöbə müdürlərindən biri vəziyyət barədə Yusuf Məmmədəliyevə məruzə eləyib, bütün gənclər təşkilatlarının vəziyyətdən xəbərdar olduğunu deyib, Yusuf isə öz zibillərinin açılmaması və güya baş verənlərdən xəbərsiz görsənmək üçün Qədir Xəlilovu işdən qovub. Əslində işdən qovulmalı olan şəxs elə Yusuf Məmmədəliyevin özüdür. Bugünə qədər bu şəxsin adının hər hansı bir ciddi işdə hallandığının şəxsən mən şahid olmamışam. Dövr mətbuatdan da nə qədər axtarsam da əlimə keçən yalnız vaxtıyla sabiq baş nazir Novruz Məmmədovun kürəkəni olması xəbər oldu. Dəfələrlə demişəm, yenə deyirəm, İlham Əliyev hakimiyyətinin gənclər siyasətinin də mahiyyəti budur. Başda öz kürəkən və yeznələri olmalı, dövlətin büdcəsini sümürməli, kasıb-küsubun balası olan gənclər isə sərhəddə vətəni qorumalıdırlar. Amma bu söhbətdəki qohum əqraba söhbətlərindən baş çıxara bildinizmi?